Hoş gördük. Sağ ol. Hoş gördük. Buyurun inspektör, ne saxlayıbsınız? Telefonla danışırdık, buna göre sinaret elədik. Ne inirdik? Telefonla danışırdınız. Ee, Buna göre sinaret elədik, bəli. Familyanız necədir? Bekli de bu konuda. Bebidov, Bəli. biz sükan arxasında mobil telefondan istifadə eləmirik. Ben gördüm beni. Yəqin ki, müəllim, görünüş dairənizi normal yerdən seçməmisiniz və ona görə də Yəqin ki, kulağımı qaşımışam. ümumiyyətcə biz, yox, mən ümumiyyətcə o sözü işlətdim. Yəqin dedim, yəqin siz elə dediniz. Siz öz fikirlərinizi mənim üstümə sırmaq istəyirsiniz. Necə? İnspektor Behbudov. Yoldaş sürücü adınız nə? İnspektor Behbudov. Yoldaş Dinləyin, sürücü, saxlayıbsınız. Aha. Polis haqqında qanunun tələbi. Aha. Bunu mu deyir? Ne deyir? Yəni belə mi təqdim olunmalıdır? Yəni polis haqqında qanun, polis nəfəri yaxınlaşdıqda adını, soyadını bildirməli və xidməti vəsiqəsini göstərməklə özünü təqdim etməlidir. Yəni polis haqqında qanun tələbi bunu bildirir də, yəni. Polis haqqında qanun tələbinə xahiş edirəm inspektor bəy, bu da riayət eləyəsiniz. Bu qədər Ben asan. gözə rəyət eləyirəm. Mən gözə o zaman dedim ki, falan qayda qoyulmuş. Görürəm siz onu danırsınız. Baxın. Bu sözdən. Başqa sualınız var Başqa mı? sualımız orada deyə bilərəm ki, get, yaxşı yox. Get yox. Buyur. Yaxşı yox. Yaxşı yox. Amma polis haqqında qanunun tələbi xidməti vəsiqəsini təqdim etməkdən ibarətdir. Hörmətli 1907 sayılı döş nişanlı polis. Telefonda danışanda danmıyor. O sizə elə gəlir. Siz iddia edirsiniz. Danan sizsiz inspektor. Şər atan, şər ataraq insanları aldadan sizsiz. Yəni biz deyilik.